Bəzi planlarınız var, işləriniz var, onu orada burada az danışın. Öz işiniz qalacaq. Hələ etməmsən, start verməmsən, da maşallah hər yerdə bilirlər ki, nə iş görürsən. Get-gedə sən nə olarsan, oradan gözü götürməz, oradan bir plan tökər, bu bir tərəfdən, bu o birisinin bir bəd nəfsi, hədisdə var, maraqlı buyurur ki, İnnəl əynəllə tudxilur rəcul əl-qəbr. Bəzi vaxtlar o bəd insanın, bəd nəfsi bir adam aparıb atar qəbrin içinə. Yəni, o nəfsi ki var, o belə deyək də, bəd nəfsi. Qarşıda görsən, neynəyər? Bədbəxt edər. Keçək oradan. Danışmayın. Hədis budur. Buyurur, İstəinu ələ umurikum bil-kitman. Gizlədin işlərinizi, çox danışmayın ki, məqsədlərinizi yetişə biləsiniz. Yəni, nə mənada gizlədin? Bir yaxşı iş görürsən, danışma da, danışırsan, Allah lütfü götürər səndən, çəkər səndən nəzərini. Yaxşı. Bu bir məsələ. İnsan minnət qoymasın etdiyi yaxşı əməldə. Məsumdan dərs aldıq. Məsumdan dərs aldıq.